İtlərinizi kökəltmək istəyirsinizsə də bu videoya axıra qədər qulaq asın. Yəni itə sadəcə ət verməklə və sümük verməklə itlərinizi siz kökəldə bilməzsiniz. Ümumiyyətcə orqanizmin nələr tələb etdiyini və orqanizmin necə işlədiyini bilmək lazımdır. Siz sadəcə itinizə ət verəndə it ancaq yığcam bir bədəndə olur. Əzələsi olasa da, amma yığcam olasa da və əzələ də hətta istədiyi kimi inkişaf eləməyəsiniz. Çünki orqanizm özü ağıllıdır. Orqanizm çalışır ki, proteini qorusun. Amma qıraqdan karbohidrat ala bilməyəndə, enerji sərf edəndə bədən başlayır proteini yandırmağa. Amma onun yanında bir karbohidrat da lazımdır ki, karbohidratla proteini bədən bir qəbul etməlidir. Amma balanslı şəkildə yaşa, çəkiyə, aktivliyə uyğun bunları ölçmək lazımdır. Siz proteinlə karbohidratı bir verəndə orqanizm baxır ki, mənim karbohidratım var, enerji, proteini tikinti materialı kimi istifadə edeyim, amma ki, karbohidratı enerji kimi və bədəni doldurmağa istifadə edeyim. Çünki karbohidratı bədənə su çəkir, bədəndə su tutur enerji üçün. Masalka kimi fikirləşin. Karbohidratın tərkibi elədir ki, bədənə su daxil olanda məcbur suyu çəkir özündə saxlayır. Yəni bunu etməyə məcburdur. Çünki bu bədənin özünün iş qabiliyyəti belədir. Və bədəndə su tutanda başlayır bədən dolu görsənməyə. Çünki birazdan bir enerji sərf eləyəndə bədənində tutduğu sudan, o enerjiden istifadə edir və proteini də tikinti materialı kimi istifadə edir. Yəni bu qədər sadə bir şeydir. Çətin tərəfi odur ki, sadəcə bunu yaşa, çəkiyə, aktivliyə görə ölçmək lazımdır. Mən də bilirəm ki, bunu hər kəs bilmir. Yenə dediyim kimi, tək sümüklə, tək ətlə qidalandırmaq olmaz. Və bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, itlərinizi kökəltmək üçün bizdə təbii bir qarışıq satılır. Kilosu 2 manatdır. Sifariş etmək istəyən olsa, profildə bizim əlaqə nömrəmiz mövcuddur.